Hamıya salam. Bu videoda biz iki topla mat eləməkdən danışacağıq və yaxud da pilləkən matı adlanır. Demək, taxtada hal-hazırda üstünlük ağlardadır, gediş ağlarındır. Qısaca deyim ki, burada əsas məqsəd, əsas məntiq rəqib şahını taxtanın küncünə doğru sıxışdırmaq və orada mat eləməkdir. Birinci başlayaq topla şah verməkdən. Gördüyümüz kimi rəqib şahı burada iki istiqamətə gedə bilər, ya aşağı ya da taxtanın yuxarısına doğru. Deyək ki, yuxarıya doğru hərəkət eləsin. Növbəti addımda biz digər topla şah verməyə davam edirik. Və burada digər əsas məqamlardan biri də iki zolaq var gördüyümüz kimi. İki üfüqi xətt var. Bir rəqib şahın olduğu, bir də onun aşağısındakı zolaq. Və biz bu iki zolağı da öz kontrolumuzda saxlamalıyıq. Yəni bu iki üfüqi xətti verməməliyik. Əsas prinsip budur. Davam edirik. Şahı yenə yuxarıya gəlsin. Növbəti gedişdə biz növbəti sıradan yenə şahımızı veririk. İndi rəqib şahı məsəl üçün gələ bilər bura. İndi burada nəyə fikir verməliyik? Növbəti gedişdə biz bu digər topla buradan şah verməyəcəyik. Çünki məlum məsələ, şah buradan topu götürə bilər. Buradan da şah verməyə davam eləməyəcək. Çünki biz bu topu bura gəlsək, ortadakı bu zolaq açılmış olur və biz də bunu istəmirik. Biz şahın olduğu zolaq və onun altındakı üfüqi xətti verməməliyik. Ona görə bu topumuzu taxtanın bu tərəfinə çəkirik ki, bu tərəfə gələndə, yəni şah verməyə davam edəndə təhlükə olmasın şah tərəfdən. İndi yenə gördüyümüz kimi bu aşağıdakı sətri biz verməmişik, bu zolağı verməmişik. Və rəqib şahı yalnız ya yuxarıya doğru gedə bilər, ya da eyni üfüqi xəttə qala bilər. Deyək ki, eyni üfüqi xəttə qalmağı seçsin. Digər topla biz yenə şahımızı veririk. Yenə gördüyümüz kimi iki zolaqda, iki xəttdə bizim hələ də kontrolumuz altındadır. Növbəti gedişdə rəqib şahının getməyə yalnız bir üfüqi xətti qalır. Sadəcə yuxarı istiqamətdə gedə bilər. Deyək ki, bura gəlsin və son gedişdə də biz digər topla şah verərək mat edirik.